Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Xəbərlərin saat 19 buraxılışı ilə qarşınızdayıq. Studiyada Röya Rafqızıdır. Vaşinqtonun Ukrayna iqtisadiyyatına artan marağı Kiyevi çətin seçim qarşısında qoyur. Birləşmiş Ştatlar Ukraynadakı mühüm iqtisadi layihələrdə üstünlük əldə etməyə çalışır və yeni sazişlər üçün təzyiqlər göstərir. Təklif edilən razılaşma Ukraynanın resursları üzərində Ağ Evin nəzarətini planlaşdırır. Bu isə Kiyevin digər investorlarla əməkdaşlıq imkanlarını məhdudlaşdıra bilər. Donald Trump administrasiyası Ukrayna iqtisadiyyatına nəzarət etmək istəyir. Wall Street jurnal yazır ki, Birləşmiş Ştatların hazırki hökuməti Ukraynada mühüm iqtisadi layihələrlə yaxından maraqlanır. Bu məqsədlə Vaşinqton yeni saziş imzalamaq üçün Kiyevə təkidlər edir. Ağ Ev xüsusilə infrastruktur və mineral hasilat proqramlarında prioritet əldə etməyə çalışır. Ştatlar ölkəsi Ukraynaya verdiyi hərbi yardımı da bu yolla kompensasiya etməyi düşünür. Lakin Zelenski hakimiyyəti Trump administrasiyasının şərtlərindən narazıdır. Çünki hökumət bu gedişlə digər investorları cəlb etmə imkanlarından məhrum ola bilər. Təklif edilən müqavilə mineral məhsullarının işlənməsi üçün istifadə olunan bütün infrastrukturu əhatə edir. Razılaşma ilə ABŞ resursların digər dövlətlərə və qurumlara satışına veto qoymaq hüququna da sahib ola bilər. Ukrayna ilə yanaşı Avropada Ağ Evin təkidlərindən narahatdır. Qitə ölkələri mineral ehtiyatların paylaşılması məsələsindən kənarda qalmaq istəmir. Zelenski şu anda Amerika-Rusya ittifakı ile Avrupa ülkelerinin Ukrayna üzerinden nüfuz mücadeleleri ile nasıl başa çıkacağı konusunda bir açmazda olduğu anlaşılmaktadır. Ve Zelenski en az toprak kaybı ile, en az hasar ile ve en az tavizlerle bu süreci atlatmaya çalışmaktadır. Verilən təklif Ukraynanın sanki ABŞ-nin iqtisadi müstəmləkəsi və ya Rusiya işğalı arasında seçmə məcbur edir. Daily Telegraph da iddia irəli sürür ki, Birləşmiş Ştatlar Ukrayna infrastrukturunun yarısına nəzarəti planlayır. Bura neft və qaz ehtiyatları, limanlar, dəmir yolları və neft emalı zavodları daxildir. Ölkə həmçinin hərbi yardıma görə 100 milyard dollar kompensasiya ödənənə qədər Ukraynadan bütün gəlirləri almağa hədəfləyir. Kiyev yalnız borcu ödədikdən sonra qazancın 50%-ni almağa başlayır. Ukrayna parlamentarləri bildiriblər ki, Prezident Volodymyr Zelenski təkliflə razılaşsa belə ölkə qanunvericiliyi sazişi ratifikasiya etməyəcək. Çünki bu dövlət qanunlarına və milli maraqlara ziddir. Analitiklərin fikrincə sözü gedən müqavilə yalnız Vaşinqtonun şərtlərini qismən yumşaltması halında imzalana bilər. Düşünürəm ki, tərəflər müəyyən danışıqlar prosesi aparacaq və növbəti mərhələdə ortaq razılaşma əldə oluna bilər və bu istiqamətdə hələ danışıqları gedir. Çünki ABŞ-ın şərtləri çox ağırdır və bu təbii ki, Ukrayna rəhbərliyi bununla razılaşa bilməz. Və ABŞ Ukraynaya hərbi yardımları müəyyən qədər kəsmək və bir növ Volodymyr Zelenskini ondan sövdələşməyə məcbur edir. Qeyd edək ki, Ukrayna prezidenti Volodymyr Zelenski sazişə hazırlıq prosesi haqqında danışıb. O, sözü gedən mövzuda işlərin davam etdiyini açıqlayıb. Kiyev rəhbəri layihənin təhlil ediləcəyini və sazişin ölkə üçün uyğun variantına razılıq veriləcəyini bildirib.